Ağdamda Dilbərin hekayəsi 4-cü hissəni danışıram. Əslində mən orada rəylərdə bir dənə qəşəng belə maraqlı bir var idi. Adı adımdan çıxıb. O da Ağdamda məzəli adam olub. Maşının 4 qapısını çıxardıb, o maşını orada sürürmüş. Xahiş edirəm o rəyi yazan mənim adımı təzədən orada taq eləsin, tapa bilmədim. Videonu onun üçün çəkmək istəyirdim bugün. Həmin rəyi axtaranda bu rəyi gördüm, çox xoşum gəldi. Demək, Namaz adlı şəxs yazır ki, bu vaxtımın dayısı vəzifədə işləyirmiş. Dilbərə deyib ki, gəlib məndə yolda, cəmaatın içində məndən pul istəmədən, nə qədər pul istəyirsən, gəl iş yerimə, mən sənə pul verərəm. Bir gün yenə Dilbər bunu bazarda qarşısını kəsir və yenə pul istəyir. Kişi buna deyir ki, gəl mənim iş yerimə. Dilbər gəlir bunun iş yerinə, bir də görürlər ki, həmin bu Namazın dayısı onun dediyinə görə qadını götürüb, Dilbəri götürüb 2-ci mərtəbədən atmaq istəyir. Bütün işçilər yığışıb, güclə Dilbəri bu kişinin əlindən alır. Hətta orada belə yazıb ki, dayım da Dilbərdən geri qalmazmış da, yəni dayısı da dəlisov adammış yəqin ki. Belə başa düşdüm. Neysə, Dilbəri güclə bunun əlindən alıblar. Deyir, hər Dilbər məni yolda görəndə deyirdi ki, Ağdamda hamı məndən qorxurdu, amma mən sənin dayından qorxuram. Hətta deyib ki, mənə min şükür, sənin dayın məndən də betər zır dəli imiş. Bu rəydə çox xoşuma gəldi. Dedim, qoy sizlə paylaşım, yazın. Vaxt tapdıqca orada bütün rəylərin hamısını, Ağdamda duzlu məzəli adamlar haqqında videolar çəkmək fikrim var, sadəcə vaxtım yoxdur. Bunu da deyim, bəzi adamlar yazıb ki, niyə sən Ağdamın igidlərindən, qəhrəmanlarından, alimlərindən, nə bilim, sənətkarlarından, oxuyanlarından video çəkmirsən, Dəli Dilbərdən çəkmirsən. Biz bu Dəli Dilbərə hardan hara gəldik, çıxdıq, onu izləyənlər bilir. Artıq özüm də unutdum, hardan gəldik, çıxdıq bura. Burada məqsədimiz sadəcə kiməsə gülmək deyil. Ağdamı xatırladırıq, maraqlı adamlardan danışmaq fikrim var. Bilmirəm, xoşum gəldi. Ağdamlar burada çox yığışdı, səmimi oldu. Qaldı Ağdamın şəhidlərinə, Allah rəhmət eləsin, bütün vuruşanlarına, döyüşənlərinə, itkinlərinə, sağlara can sağlığı, gedənlərə rəhmət. Onları hamı tanıyır. Yəni Ağdam haqqında, bir dənə də sizə yaxşı bir söz soruşum. Ağdamda şəhidlərin lap 1-ci Qarabağ müharibəsində bir ağ üzlü kitabım var idi. O kitabı kimsə apardı, gətirmədi. O kitabı kim xatırlayırsa mənə yazsın. Kitabdan tapa bilmirəm. Yəni onlar haqqında, şəhidləri, qəhrəmanları, alimləri haqqında çox yazıblar. Hər yerdə də var. Məncə onu tanıtmağa ehtiyac yoxdur. Burada hamınız yazırsınız. Sadəcə Dilbərə biz hardan gəldik, çıxdıq. Yadıma düşdü. Mənim yeməyim yaxşı deyildi deyə dostum yazmışdı. Mən də ona dedim ki, bir gün səni Dəli Dilbər kimi bir otağa salıb, orada qapının dalını bağlayıb, sənə bax bu yeməyi belə yedizdirərəm. Nəsə oradan da belə biz gəldik, bura çıxdıq. Deməyim odur ki, qəşək maraqlı əhvalatlar yazın. Videonu yaddaş bölümü var orada, kayd edin, paylaşın, qoy bütün Ağdamlar yığışsın. Maraqlı adamlar haqqında yazsınlar. Həmin o maşının 4 qapısı açıq sürən adamın rəyini də tapacağım. Əslində bugün fikrimdə o idi. Namazın bu rəyi çox xoşuma gəldi. Belə. Bir nəfər də yazıb ki, ölənlər haqqında belə danışmayın. Güya nə daxili var? Biz keçmişdə nənəmizdən, babamızdan, bütün adamlardan, kənddən, kəsəkdən hamımız danışmırıq ki, güya. Belə müqəddəs Məryəmlər olur hərdən rəylərdə olan işdir. Bizim burada məqsədimiz sadəcə Ağdamda olan duzlu məzəli adamlardan danışmaq və onlara gülmürük, onları xatırlayırıq, Allah rəhmət eləsin. Bu yaxınlarda da German Ağdamlının kitabını tapım. Əslində məndə bir cilt kitabı var. Orada da Ağdam barəsində maraqlı hekayələr, nə bilim, əhvalatlar, yadımda qalan xatirələri. Mənə elə gəlir ki, German Ağdamlı daha çox Ağdam haqqında məlumatlıdır. Bir də Zülfü Qasımov var. O da çox qəşək. Ağdamın harasından desən, nöqtə həmin adamdan məlumat almaq olar. Belə dostlar, rəyləri yazın.
Mən də oxuyum. Nə qədər çox paylaşsaz, nə qədər mənə takib atsaz, bu arada bütün yerlilərimə, yəni yerli söhbət eləməsək də yenə də bilirsiniz də insanın öz doğulduğu, boya başa çatdığı yer bir başqadır. Təbii ki, hamımız Azərbaycanlıyıq, amma Ağdam bir başqadır. Yazın gəlsin.